Salam, hər vaxtınız xeyir olsun, əziz kanal izləyiciləri və əziz abituriyentlər. Bildiyimiz kimi yeni 2025 riyaziyyat ikinci hissə test toplusu artıq nəşr olunub və bugündən etibarən bu test toplusunda olan mövzuların izahını sizinlə paylaşacağım. İzahlarının gəlməyini istəyirsinizsə, videonu bəyənib kanala abunə olaraq dəstək ola bilərsiniz. Vaxt itirmədən gəlin, baxaq mövzunun izahına. Deməli uşaqlar, ilk mövzumuz birinci bölmənin ilk mövzusu olan y bərabərdir kx plus b, y bərabərdir k bölü x funksiyaları, onların qrafikləri və qrafiklərin çevrilmələri olacaq. Gəlin vaxt itirmədən çalışmaların izahına başlayaq. Birinci sualda nə yazılıb? Birinci sualda bizə y bərabərdir 3-1 x minus 20 xətti funksiyası verilib və bu funksiyanın sıfırlarını tapmaq tələb olunur. Funksiyanın uşaqlar sıfırlarını tapmaq üçün verilmiş funksiyanı sıfıra bərabərləşdirmək lazımdır. Bundan ötürü 3-1 x minus 20 funksiyasını nə edəcəm? Sıfıra bərabərləşdirəcəm. Buradan 3-1 x minus 20-ni sıfıra bərabərləşdirsək, 3-1 x-imizin müsbət 20-yə bərabər olduğunu alırıq və x-i tapsaq, x bərabər olacaq nəyə? 60-a. Birinci sualda doğru cavab olur C variantı, 60. Daha sonra növbəti ikinci suala baxaq. İkinci sualda bizə uşaqlar y bərabərdir 9 sabit funksiyası verilib. Bu funksiyanın sıfırlarını tapın deyir. Sabit funksiyanın sıfırları yoxdur. Cavab olacaq burada D variantı. Daha sonra növbəti üçüncü suala baxaq. Bizə y bərabərdir k bölü x tərs mütənasiblik funksiyası verilib və bu funksiyanın qrafikinin D nöqtəsindən keçdiyi verilib. K-nı tapın. Deməli uşaqlar D nöqtəsinə baxsaq, D nöqtəsinin x-i 9-dur, y-i, yəni ordinatı isə -3-dür. Bunun o deməkdir ki, uşaqlar biz y bərabərdir k bölü x funksiyasında x arqumentinin yerinə 9 yazacağam və y arqumentinin yerinə də -3-1 yazacağam. Olacaq y-in yerinə -3-1 yazsaq, -3-1 bərabərdir k bölünsün 9. Düzdürmü? Buradan k-nı tapsaq, k-mız bərabər olacaq -3-1 vurulsun 9. Cavab olur neçə? -3. Üçüncü sualda doğru cavabımız olacaq -3 A variantı. Növbəti dördüncü suala baxaq. Dördüncü sualda yenə bizə tərs mütənasiblik funksiyası verilib və funksiyanın qrafikinin B nöqtəsindən keçdiyi verilib. K-nı tapın deyir. Uşaqlar burada yenə nə edəcəm? Y bərabərdir k bölü x funksiyasında, deməli y bərabərdir k bölü x funksiyasında x arqumentinin yerinə -25, y-in yerinə isə 5-1 yazacağam. Olacaq 5-1 bərabərdir k bölək -25. Buradan k-nı tapsaq, k-mız bərabər olacaq 5-1 vurulsun -25. 5-1-in -25-ə hasili -5-ə bərabər olacaq. Dördüncü suala doğru cavab olur nə? B variantı. Növbəti 5-ci suala baxaq. K-nın hansı qiymətində bu funksiyanın qrafiki A nöqtəsindən keçir? Yenə uşaqlar A nöqtəsinin koordinatlarına baxsaq, A nöqtəsinin x-i 3-dür, -3-dür, y-i isə -7-dir. Aparıb funksiyada nəzərə alsaq, olacaq -7 bərabərdir k çıxılsın 2 bölünsün -3. Buradan kəsin sürətini tapsaq, k çıxılsın 2 bərabər olacaq -7 vuraq -3-ə. Buradan k çıxılsın 2 ifadəmizin 21-ə, müsbət 21-ə bərabər olduğunu alırıq. K-nı tapsaq, k bərabər olacaq 21 üstünə gəlir ki, yəni 23-ə. 5-ci sualda doğru cavab olur D variantı. Növbəti 6-cı suala baxaq. Deyir ki, bucaq əmsalı -0,4 olan xətti funksiyanın qrafiki A nöqtəsindən keçirsə, onun tənliyini tapın. Deməli uşaqlar, mən nə edəcəm? Xətti funksiyanın ümumi şəklini yazacağam. Xətti funksiyanın ümumi şəkli y bərabərdir kx plus b şəklindədir. Mənə bucaq əmsalının, yəni k-nın -0,4 olduğu verilib. Ona görə k-nın yerinə artıq -0,4 yaza bilərəm. Olacaq -0,4x üzərinə gəlinsin b. Və A nöqtəsindən keçdiyi verildiyinə görə, yəni bu funksiyada x-in yerinə -2,5 qoyanda y-imiz 2,6-ya bərabər olmalıdır. Olacaq 2,6 bərabərdir. -0,4 vurulsun -2,5. Üzərinə gəlinsin 1. Buradan 2,6 bərabər olur. -0,4-ü -2,5-ə vuranda olur müsbət 1. Üzərinə gəlinsin 1. Buradan B sərbəst hədini tapsaq 1,6 olacaq. Variantlarda baxsaq, B-si 1,6, K-sı -0,4 olan variant C variantıdır. Ona görə 6-cı sualda doğru cavab C variantı olacaq. 7-ci suala baxaq. Funksiyalardan hansı xətti funksiyadır? Burada xətti funksiya E variantda təqdim olunub. K-mız 5-1x plus 3-1 şəklindədir. Növbəti 8-ci suala baxaq. Qrafikə görə xətti asılılığı müəyyən edin. Deməli uşaqlar, bizə xətti funksiyanın qrafikinin x oxunu müsbət istiqaməti ilə əmələ gətirdiyi bucaq verilib 60 dərəcə və biz bu xətti funksiyanın düstur şəklində
müəyyənləşdirməliyik. Təbii ki, uşaqlar, bu düz xətt koordinat başlanğıcından keçdiyinə görə y bərabərdir kx şəklinə gəlib düşəcək. Yəni bu formada olacaq bunun düsturu. Və uşaqlar, biz bilirik ki, düz xəttin OX oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucağın tangensi, yəni tangens 60 dərəcə bizə düz xəttin bucaq əmsalını verir, yəni k-nı. Tangens 60 dərəcədə kök 3 aldığına görə buradan k-mızın köklü 3 olduğunu alırıq. Aparıb funksiyada k-nı yerinə köklü 3 qoysaq olacaq y bərabərdir kökdə 3x. Ona görə 8-ci sualda doğru cavabımız olacaq E variantı. Növbəti 9-cu sualla davam eləyək. Yenə uşaqlar, mənə burada düz xəttin qrafiki, düz xəttin, daha doğrusu OX oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucaq verilib. Bizdən funksiya şəklində onu təyin etmək soruşulur. Ona görə yazacağam ki, tangens 120 dərəcə bərabər olacaq nəyə? K-ya. Düzdürmü? Burada da tangens 120-də mənfi kök 3 alır. Deməli, bizim k-mız olacaq mənfi kök altı 3. Variantlara baxsaq, doğru cavab C variantında verilib. 9-da doğru cavab oldu C variantı. 10-cu suala baxaq. Bizə uşaqlar y bərabərdir kx plus b xətti funksiyasının qrafiki verilib. Bu qrafikə əsasən k-nın və b-nin işarəsini müəyyənləşdirməliyik. Uşaqlar, ümumiyyətlə yadda saxlayın ki, əgər bizə xətti funksiyanın qrafiki verilibsə, həmin qrafik y oxunu kəsdiyi nöqtə bizim b-imizdir. Baxın, y-i burada kəsirsə, deməli, bura bizim b-imizdir. Və görürəm ki, y oxunu OX oxundan aşağıda kəsdiyinə görə b-imiz təbii ki, nə olacaq? Sıfırdan kiçik, yəni mənfi olacaq. Qaldı ki, k-nı müəyyənləşdirmək. K-nı da uşaqlar nəyə əsasən müəyyənləşdiririk? Həmin o düz xəttin OX oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucağa görə. Görürəm ki, bu bucaq necə bucaqdır? İti bucaq. İti bucaq olanda bizim k-mız müsbət olur. Ona görə cavab olacaq k müsbət, b mənfi. Hansı variantda təqdim olunub? B variantında. 10-cu sualda doğru cavab olacaq B variantı. 11-ci sualda da yenə uşaqlar bizə xətti funksiyanın qrafiki verilib. Bu funksiyanın qrafikinə əsasən k-nın və b-nin işarəsini müəyyənləşdirməliyik. Görürəm ki, uşaqlar, bu düz xətt y oxunu baxın burada kəsir, OX oxundan yuxarıda kəsir. Deməli, bizim b-imiz müsbət olacaq, b sıfırdan böyük olacaq. Qaldı ki, k-nı müəyyənləşdirmək. K-nı da baxın bu bucağa əsasən müəyyənləşdirəcəm. Bu bucaq görürəm ki, kör bucaq olduğuna görə bizim k-mız da nə olacaq? Sıfırdan kiçik olacaq. Ona görə k-nın sıfırdan kiçik, b-nin müsbət olduğu variant D variantıdır. 11-ci sualda doğru cavab olacaq D variantı. Növbəti 12-ci suala baxaq. Deyək ki, y bərabərdir kx plus b funksiyasının qrafikinə əsasən k plus b cəmini tapın. Uşaqlar, biz dedik ki, y oxunu harada kəsirsə, həmin nöqtə bizim b-imizdir. Çünki uşaqlar, nəyə görə? Y oxunu kəsəndə bilirik ki, x-imiz 0 olur. Düzdürmü? Və x 0 olduğu nöqtə bizim elə aparıb funksiyada yerinə qoyanda y bərabərdir 5 şəklində düşür. İndi burada uşaqlar fikir verin. Y oxunu müsbət 5-də kəsdiyinə görə, deməli bizim b-imiz 5-dir. Funksiyamız y bərabərdir kx plus 5 şəklində düşəcək. Və bir nöqtə də bizə məlumdur. Baxın, x-in mənfi 5 qiymətində bu funksiya 0 alıb. Ona görə yazıram 0 bərabərdir mənfi 5k üzərinə gəlinsin 5-ə. Burada mənfi 5k-mız bərabər olacaq mənfi 5-ə. K-nı da tapıram ki, k-mız müsbət 1-ə bərabərmiş. K-nı müsbət 1, b-ni də 5 tapdığımıza görə artıq k plus b cəmini tapa bilərik. Doğru cavab olacaq A variantı. Növbəti 13-cü suala baxaq. Deyək ki, y bərabərdir 5-də 3x plus 400 xətti üzərində abzisi ordinatına bərabər olan nöqtənin koordinatları cəmini tapın. Abzisi ordinatına bərabər deyirsə, mən aparıb həmin funksiyada y-in yerinə x və yaxud x-in yerinə y yazacam. Olacaq x bərabərdir, y-in yerinə x yazsam, x bərabər olacaq 5-də 3x üzərinə gəlib 4-ə. Bu bir dəyişəni tənliyi həlləsək, 5-də 3x-i sola keçirəndə 5-də 2x bərabər olur 4-ə. X-i tapsaq 4-ü 5-də 2-yə böləcəm, yəni 5-də 2-nin tərsini 2-də 5-ə vurmuş olarıq. O da olacaq 10. Deməli, bizim x-imiz 10-dur, təbii ki, y-imiz də 10 olacaq. Bunu aparıb yerinə qoyaraq da tapa bilərik və yaxud da sualın şərtində bizə onsuz da abzisin ordinatına bərabər olduğu verilmişdir. X-i də 10, y-i də 10 tapdığımıza görə həmin o x-lə y-in cəmi də müsbət 20-yə bərabər olmuş olacaq. Növbəti 14-cü suala baxaq. Yenə bizə belə bir xətti funksiya verilib. Deyir ki, abzisi ordinatına bərabər olan nöqtənin koordinatlarını tapın. Bu dəfə uşaqlar, gəlin x-in yerinə y qoyaq. Olacaq y bərabərdir 4-də 3y üzərinə gəlinsin 2. 4-də 3y bərabərliyin soluna keçirsək, 4-də 1y bərabər olacaq 2-yə. Buradan y-imiz bərabər olacaq müsbət 8-ə. Y müsbət 8 isə deməli x də müsbət 8 olacaq.
Bizdən bunun koordinatları cəmi istəyir. 8-dən 8-in cəmi müsbət 16-ya bərabər olacaq. 15-ci suala baxaq. Qrafik hansı funksiyaya uyğundur? Uşaqlar, bu tərs mütənasiblik funksiyasının grafikidir. Yəni y bərabərdir k bölü x funksiyası. Və variantlara baxıram, görürəm ki, burada B variantında bizə təqdim olunub. Ona görə 15-ci sualda doğru cavabımız olur B variantı. 16-cı suala baxaq. Deməli, uşaqlar, biz dedik ki, bunlar tərs mütənasiblik funksiyalarının grafikləridir. Və bizə indi 2 dənə uşaqlar tərs mütənasiblik funksiyasının grafiki verilib. Biri y bərabərdir k bölü x-dir, bir də y bərabərdir b bölü x-dir. Qrafikə əsasən biz k-nın və b-nin işarəsini yerləşdirmək. Yazı saxlayın. Əgər tərs mütənasiblik funksiyasının grafikləri 1-ci, 3-cü rüblərdə yerləşirsə, onda bizim k-mız müsbət olur. 2-ci, 4-cü rüblərdə yerləşəcəksə, mənfi olacaq. İndi burada 1-ci, 3-cü rüblərdə yerləşən funksiya k bölü x-dir, ona görə k sıfırdan böyük olacaq. 2-ci, 4-cü, bax 1-ci rüb bura, 2-ci rüb bura, 3 bura, 4-cü rübdə bura olacaq. B bölü x funksiyası isə 2-ci, 4-cü rüblərdə yerləşdiyinə görə deməli bizim b-miz də sıfırdan kiçik olacaq. K müsbət, b mənfi olduğu variant C variantıdır. Ona görə 16-cı sualda doğru cavabımız oldu C variantı. Növbəti 17-ci suala baxaq. Yenə uşaqlar, burada fikir verin. Hər ikisi 2, 4-cü rüblərdə yerləşir. Ona görə hər ikisinin mütənasiblik əmsalı sıfırdan kiçik olmuş olacaq. Ona görə də 17-ci sualda doğru cavab olur A variantı. Növbəti 18-ci suala baxaq. Deməli, uşaqlar, bizə 2 dənə AX və BX xətti funksiyaları verilib. Əgər deyir ki, B-nin modulu A-nın modulundan böyükdürsə, bu qrafiklər necə yerləşəcək? Təbii ki, uşaqlar, yazı saxlayın. Hansının mütənasiblik əmsalı böyükdürsə, o y oxuna daha yaxın olacaq. Və fikir verin, hər ikisi mənfi olduğuna görə, deməli, hər ikisi 2-4-dən keçəcək. Ona görə A-nı variantlardan silirəm, B-ni silirəm, C qalsın, D-ni də silirəm, qalır C ilə Y. Düzdürmü? Və biz dedik ki, hansında əgər mütənasiblik əmsalının modulu böyükdürsə, o y oxuna daha yaxın olacaq. Burada görürəm ki, BX B-nin modulunun mənə daha böyük olduğu verildiyinə görə, deməli, BX daha yaxın olacaq. Ona görə cavabımız olur E variantı. Növbəti 19-cu suala baxaq. Deyir ki, fx sabit funksiyası üçün f1 vur, f3 vur, f9 bərabərdir mənfi 27 olarsa, f64 hesab edin. Uşaqlar, sabit funksiya o deməkdir ki, x arqumentinin qiymətindən asılı olmayaraq eyni qiyməti alır. Ona görə də, əgər fx funksiyası sabit funksiyadırsa, f1-də də, f3-də də, f9-da da eyni qiyməti alacaq. Bu da bərabərdir nəyə? Mənfi 27-də bulan hasili. Hər birinə bir y desək, y vuraq, y bərabər olacaq mənfi 27-yə. Buradan y üstü 3 ifadəmizin mənfi 27-yə bərabər olduğunu alırıq. Y-i tapsaq mənfi 3 olacaq. Bizim tapdığımız mənfi 3 bu sabit funksiyanın qiymətidir. İndi f64 ilə mənfi 3-ə bərabər olacaq. Axı dedik, sabit funksiya arqumentin qiymətindən asılı deyil. Ona görə cavab olur 19-da C variantı. Növbəti 20-ci suala baxaq. Deyir ki, bu sabit funksiya olarsa f a plus b-ni tapın. Uşaqlar, sabit funksiyadırsa, təbii ki, burada dəyişən iştirak etməməlidir. Ona görə də x kvadratın əmsalı, yəni a çıxaq 3-ü mən 0-a bərabərləşdirəcəm. Buradan a-mızın müsbət 3-ə bərabər olduğunu alırıq. Gəlin sağ tərəfdən yazaq. Deməli, nə dedik? Sabit funksiya olması üçün dəyişənlərin əmsalları 0-a bərabər olmalıdır. Ona görə a çıxaq 3-ü 0-a bərabərləşdirib, buradan a-mızın müsbət 3 olduğunu alıram. Digər tərəfdən x-in əmsalı b çıxaq 4-ü 0-a bərabərləşdirəcəm. B-mizin də 4 olduğunu alırıq. Aparıb indi biz fx funksiyasını nəyə hesablayarıq? Fx funksiyası artıq hansı formaya gəlib düşür? 2a üzərinə gəlinsin 3b formasına. Bizdən indi nə istəyir? F a plus b-ni, yəni 3 plus 4. Olacaq nə? Burada yerinə qoysaq, a-mızı yeni 3 qoysaq, 2 vuraq 3, üzərinə gəlinsin 3 vuraq 4. Olur 6 plus 12, 18. Deməli, 20-ci sualda doğru cavabımız olacaq B variantı. Davam edək növbəti 21-ci sualına. Yenə mənə bu funksiyanın sabit funksiya olduğu verilib. Sabit funksiyadırsa, deməli, k üzərinə gəlinsin f2-ni istəyir. Sabit funksiya olması üçün yenə orada nə olmalıdır uşaqlar? Dəyişənlər iştirak etməməlidir. Fx funksiyası bu formadadır. Kx plus 5 bölünsün 5x çıxılsın 25. Kəsrin məxrəcində 5-i orta vuruq kimi mötərizə xaricində çıxarsam, sürətli olacaq kx plus 5 bölünsün 5 vuraq x çıxaq 5.
Düzdürmü? Buradan indi uşaqlar, mən sürətdə k-nın yerinə -1 yazsam, olacaq nə? -x üzərinə gəlinsin 5 bölünsün 5 vurulsun x çıxaq 5. Və sürətdə mənfili mötərizə xaricə çıxarsaq, olacaq mötərizədə x çıxaq 5 bölünsün 5 vurulsun x çıxaq 5. X çıxaq 5-ləri x-lara aparandan sonra cavabımız olacaq -5-də 1 və sabit funksiyaya çevrilir. Deməli, k-mız oldu burada neçə? -1. K-nın -1 olduğunu müəyyənləşdirdik. İndi funksiyamızda aparıb yerinə qoysaq, bizim fx funksiyamız -x üzərinə gəlinsin 5 bölünsün 5x çıxaq 25 formasına düşəcək. F2-ni də hesablayaq indi buna uyğun. Çünki məndən k ilə F2-nin cəmini istəyir. F2-ni tapsaq, yəni x-in yerinə aparıb 2 qoyacam. F2 bərabər olacaq. -2 üzərinə gəlib 5 bölünsün nə? 10 çıxaq 25, yəni -15. Bu da olur -5-də 1. Yəni -0.2. Deməli, biz F2-ni də tapdıq -0.2. Olacaq -1 üzərinə gəlinsin -0.2. Bu da olur neçə? -1.2. 21-ci sualda doğru cavabımız olur D variantı. 22-ci suala baxaq. Düz xəttlərin kəsişmə nöqtəsinin koordinatlarının hasil tapır. Uşaqlar, düz xəttlər kəsişirsə, təbii ki, həmin o düz xəttlərin funksiyaları eyni qiymət alır. Yəni, eyni qiymət alır deməkdir. Ona görə də mən burada bunların funksiyalarını bir-birinə bərabərləşdirəcəm. Yəni 3x - 7-ni bərabərləşdirəcəm 5x - 13-ə. 3x-i keçirsəm bərabərliyin sağına 2x olacaq. Bərabərdir -13-ü də keçirsəm sola müsbət 13 olacaq. Olacaq 2x bərabərdir 6. X-ə bərabər olur 3-ə. X 3-dürsə aparıb istədiyimiz funksiyada x yenə 3 qoyub y-i də tapa bilərik. Y-imiz olur neçə? 2. Y-imiz olur 2. İndi bizdən bu kəsişmə nöqtəsinin koordinatlarının hasilini istəyir. 2 vuraq 3. Cavabımız olacaq müsbət 6. Növbəti 23-cü suala baxaq. İki şagirdin oxuduğu səhifələrin sayının zamana görə dəyişməsini göstərən fx və gx funksiyalarının qrafikləri verilmişdir. Neçə dəqiqə sonra iki şagirdin oxuduğu səhifələrin ümumi sayı 210-dur. Uşaqlar, buna bir kx, buna bir bx desəm, düzdürmü? İndi burada gəlin k-nı müəyyənləşdirək. K-nı necə müəyyənləşdirəcəm? X-ə 20 verib, y-imiz 18 alıb. Ona görə də olacaq 18 bərabərdir 20k. Buradan k-mız nəyə bərabər olacaq? 20-də 18-ə. Düzdürmü? Digər tərəfdən biz b-ni də müəyyənləşdirsək, gx funksiyasında isə x-ə 30 verəndə y 15 olub. Olur 15 bərabərdir 30 b-yə. B də bərabər olur nəyə? 2-də 1-ə. Düzdürmü? İndi bunların cəmi 210 olmalıdır. Yəni yazacağım ki, kx, yəni 20-də 18x üzərinə gəlinsin 2-də 1x bərabər olmalıdır 210-a. Düzdürmü? Buradan indi uşaqlar bunları toplasaq, 20-də 18 ilə 2-də 1 toplasaq, orta məxrəc 20-dir. Olacaq 20-də 28x, 20-də 28x bərabər olur 210-a. Düzdürmü? Buradan indi biz x-i tapmaqdan ötürü 200, bunu ixtisar aparaq, 10-da 14, 10-da 14 olacaq. Daha sonra 210-u vuraram nəyə? 14-də 10-a. Bunu vurmalıyıq 14-də 10-a. Bu da nəyə bərabər olur? Deməli 7-yə ixtisar aparsaq olacaq 300 bölünsün 2, 150 dəqiqə. Deməli doğru cavab burada 150 olacaq. Növbəti 24-cü suala baxaq. Yazıb ki, qrafikdə eyni gücə malik olan işçilərin sayı ilə onların eyni bir işi yerinə yetirmə müddətləri arasında asılılıq verilmişdir. 20 işçi həmin işi neçə günə yerinə yetirər? Deməli uşaqlar, burada fikir verin, görürük ki, biz işçilərin sayı ilə zamanın tərs mütənasib olduğunu görürük. Ona görə deməli bu y bərabərdir kx plus x şəklində buna baxsaq, y bərabərdir k böl x şəklində daha doğrusu. İndi fikir verin uşaqlar, zaman n plus 1 olanda say 10 olur. Onda elə bir ki, y-in yerinə 10 yazacağım, 10 bərabər olacaq k bölünsün zaman n plus 1. Buradan k-nı tapsaq k nəyə bərabər olacaq? 10 vurulsun mötərizədə n plus 1-ə. Digər tərəfdən zaman n plus 7 olanda say n olur. Yəni n bərabər olacaq k bölünsün n plus 7-yə. Buradan k-nı tapsaq k bərabər olacaq n vurulsun n plus 7. Bunları indi bir-birinə bərabərləşdirə bilərik təbii ki. 10n plus 10 bərabər olur n vurulsun n plus 7. Yəni n kvadrat plus 7-yə. Buradan n kvadrat çıxılsın 3n, çıxılsın 10 bərabər olur 0-a. Bu da vurullara n çıxılsın 5 vurulsun n plus 2 şəklində ayrılır. Bərabərdir 0.
Buradan n tapırıq ki 5 imiş. Mənfi 2-ni götürə bilmərik. Deməli bizim n oldu 5. N-i 5 tapandan sonra aparıb k-nı tapaq. İstədiyimiz ifadədə yerinə qoya bilərik. İstəsəz burada, istəsəz burada. K-nı tapacam. K bərabər olacaq. Məsələn, burada yerinə qoysaq 60-a. K-mız 60 tapandan sonra indi 20 istədir həmin işi neçə günə yerinə yetirər. Y bərabərdir 60 bölü x şəklində gəlib düşdü. İndi bizim işçilərimizin sayı artıq olur neçə? 20. Yəni x-in yerinə 20 qoyacağam. Buradan y-i tapacam ki 60 bölünsün 20, yəni 3-ə bərabər olur. Cavab 3-dür uşaqlar. Bu şəkildə yazacaqsınız. Növbəti 25-ci suala baxaq. Yazıb ki, A parametrinin neçə tam qiymətində bu funksiyanın qrafiki ordinat oxunu mənfi hissədə kəsir. Uşaqlar, ordinat oxunu mənfi hissədə kəsmək nə deməkdir? Ordinat oxunu mənfi hissədə kəsmək onun B-sinin sıfırdan kiçik olması deməkdir. Biz dedik axı, ordinat oxunu harada kəsirsə, həmin nöqtə bizim B-imizdir. Ona görə mən burada nə edəcəm? Bu funksiyanın B-sini sıfırdan kiçik götürəcəm. Yəni 3a kvadratı çıxılsın 14a-nı sıfırdan kiçik götürməliyik. Buradan a-nı mötərizə xaricinə çıxarsaq, a vurulsun 3a-14 sıfırdan kiçik olmalıdır. Bunu sıfıra çevirən qiymətlər. Deməli, 4/3-2, yəni 3/14 və 0-dır. Qeyd eləsək 0, bir də 4/3-2. İntervallara ayırsaq, 4/2-dən böyük bir ədəd verəndə müsbət, mənfi, müsbət. Bizə mənfilər lazım deyənə 0, 4/2 aralığına düşür. Neçə tam qiyməti olacaq indi burada? Təbii ki, 1, 2, 3, 4. Sayını soruşduğuna görə 4 dənə tam qiymət olacaq. Növbəti 26-cı suala baxaq. Deyir ki, n parametrinin hansı müsbət qiymətində bu sabit funksiya olar? Sabit funksiya, düzdürmü? Sabit funksiya olması üçün uşaqlar fikir verin. Burada belə bir qayda var ki, uşaqlar n vur m-in 4 vur 9-a bərabər olması lazımdır. Sabit funksiya olması üçün. M kvadratı bərabər olur 36-ya. M də bərabər olur plus minus 6-ya. Amma məndən hansı müsbət qiymət dediyinə görə cavab olur müsbət 6. Həqiqətən yoxlaya bilərsiniz. M-i yerinə müsbət 6 qoysaz, o sabit funksiyaya çevriləcək. 27-ci suala baxaq. Düz xəttlər üçün deyir ki, uyğunluğu müəyyən edin. Düz xəttlər üçün uyğunluğu müəyyən edin deyir. Gəlin müəyyənləşdirək. 2x plus 3y bərabərdir 5. Təbii ki, uşaqlar görürəm ki, bu 1-1 nöqtəsindən keçir. Yəni bu nə deməkdir? X-in yerinə və y-in yerinə 1 qoyanda bu bərabərlik ödənir. Ona görə 1-ə uyğun olacaq burada nə? C. Daha sonra burada fikir verin uşaqlar. Deməli, bucaq əmsallarında bunları tapanıq. Gəlin sağ tərəfdən yazaq. Deməli, 27-ci sual. Birinci bizə verilib ki, uşaqlar 2x plus 3y bərabərdir 5-ə. Buradan bunu xətti funksiya formasına gətirsək, 3y bərabər olacaq 5 çıxaq 2x-ə. Y də bərabər olur mənfi 3-2x üzərinə gəlinsin 3-5-ə. Hər tərəfi 3-ə bölürük. Bunun k-sı mənfi 3-2-dir. Belə bir variant yoxdur. Ona görə 1-ə yalnız C uyğundur. Daha sonra ikinciyə baxsaq, ikincini də bu formada sadələşdirsək, 3y bərabər olacaq mənfi 1 çıxılsın 3x-ə. Hər tərəfi 3-ə bölsəm, y bərabər olacaq mənfi x çıxılsın 3-1-ə. Görürəm ki, k-sı mənfi 1-dir. Onda abs oxunun müsbət istiqamətlə 135 dərəcəli bucaq əmələ gətirəcək. Buna uyğun olacaq D və digər tərəfdən bu mənfi 1 3-2 nöqtəsindən keçir. Yəni x-in yerinə mənfi 1 qoyanda bu 3-2-yə bərabər olur. 2-ə D və Y. 3-ə baxsaq, 3 uşaqlar 3-də bu koordinat başlanğıcından keçir. Fikir verin. Bunu sadələşdirsək, 2y bərabər olur mənfi 3x-ə. Buradan y bərabər olur mənfi 1,5x-ə. B-si 0 olduğuna görə deməli bu koordinat başlanğıcından keçəcək. Ona görə buna da uyğun olur A variantı. Və bir də bucaq əmsalı nədir? Mənfi 1,5. B də buna uyğun. 1-ə C, 2-ə D, Y, 3-ə də B uyğun oldu. 28-ci suala baxaq. Deyir ki, K və B sıfırdan böyük olanda necə keçir? Uşaqlar, gəlin bunu sxematik olaraq sağ tərəfdə sizin çəkim. K və B sıfırdan böyük olanda deməli xətti funksiyanın qrafiki hansı formada olacaq? Bax bu şəkildə. Deməli birinci. Bir koordinat sistemi çəkəcəm burada. Bu bizim y oxumuz, bu da bizim x oxumuz. K da müsbət, B də müsbət olduğuna görə deməli necə olacaq? Bax bu formada keçəcək təbii ki. Yox, daha doğrusu uşaqlar, mən səhv etdim. K müsbətsə, x oxunu müsbət istiqamətə necə bucaq əmələ gətirməlidir? İti bucaq. Bax bu formada keçəcək. Fikir verin uşaqlar, bu neçənci rüblərdən keçir? 1, 2, 3-cü rüblərdir. Ona görə 1-ə uyğun olacaq B, 1, 2, 3-cü rüblərdən keçir. Daha sonra başqa uyğun olan varmı? Xeyr. İkinciyə baxaq uşaqlar. İkincidə deyir ki, K sıfırdan kiçik, B isə B də sıfırdan kiçik. Onda
Bu necə keçəcək bəs? Bu y oxu, bu da x oxu. K sıfırdan kiçik olduğuna görə, B də sıfırdan kiçik olduğuna görə bax bu şəkildə keçəcək qrafik. Bu neçənci lüblərdən keçir? 2, 3, 4-cü lüblərdən. Ona görə 2-yə də uyğun olur hansı variant? D variantı. D variantı və abs oxunu müsbət istiqamətə kör bucaq əmələ gətirir. Çünki K sıfırdan kiçikdirsə kör bucaq əmələ gətirəcək. Üçüncüyə baxsaq, üçüncüdə uşaqlar fikir verin, K1-dir, B sıfırdır. Bu KX-dir də. Bax bu şəkildə keçəcək. Üçüncünü burada çəkirəm və bu formada. Birinci və üçüncü lüblərin tənböləndir. Bu da A variantı. 3'ə də uyğun olur A variantı. 28-ci sualımızda bu şəkildə. Növbəti 29-cu suala baxaq. Uyğunluğu müəyyən edin uşaqlar. Yenə gəlin sxematik olaraq sağ tərəfdə çəkək. Əvvəlcə birinci varianta uyğun olaraq deyir ki, K da sıfırdan kiçik, B isə sıfırdan böyük. Bunu sxematik olaraq çəksək bu şəkildə keçəcək. Deməli 29-cu sualın birinci variantı. Bu bizim koordinat sistemi olsa, bu y oxu, bu da x oxu olsun. K sıfırdan kiçik, B sıfırdan böyük. Düzdürmü? Bax, belə keçəcək. Neçənci rüblərdən keçir? 1, 2, 4-dən. Deməli, 1, 2, 4-cü rüblərdən keçir. 29-da 1-ə uyğundur C. Daha sonra ikinciyə baxaq. İkincidə deyir ki, K sıfırdan böyük, B sıfırdan kiçik. Bu şəkildə keçəcək. Bu bizim y oxu, bu bizim x oxumuz olsa, K sıfırdan böyük, B sıfırdan kiçik. Deməli, baxın belə. K sıfırdan böyük, bu şəkildə. Yəni 1, 3, 4-cü rüblərdən keçir. 1, 3, 4. A variantı uyğundur 2-yə. Və A oxunu müsbət istiqamətlə iki bucaq əmələ gətirir. Həmçinin E variantı da buna uyğun olacaq. Üçüncü isə ikinci və dördüncü rüblərin tənböləndir. B variantı da 3-ə uyğun oldu. Növbəti 30-cu suala baxaq. Yazıb ki, bunu biraz uzaqlaşdıraq. Hovuzu doldurmaq üçün istifadə edilən A kranından boşaltmaq üçün istifadə edilən B kranından axan suyun həcminin zamandan asılı qrafik verilmişdir. Hər iki kran eyni zamanda açılaraq 8 saat açıq qalarsa, həcmi 50 metr kub olan boş hovuzun neçə faizi su ilə dolar? Uşaqlar, bunu əslində müxtəlif üsullarla yazmaq olar. A kranına baxın uşaqlar, 2 saat ərzində 18 metr kub su doldurur. Düzdürmü? Yəni sağ tərəfdən yazaq. Bu xətti funksiyadır. Y bərabərdir Kx formasındadır. Bizim yəni K'mız 2 olanda Y 18 olsa, deməli Y bərabərdir 9x formasındadır. Digər tərəfdən buna fx deyək. Buna fx deyək. Digər tərəfdən B kranını hovuzu boşaltmaq üçün istifadə edirlər və 3 saata 15 metr kub su boşaldır. Onda x'imiz 3 olanda deməli y-imiz 15 olub. Onda jx funksiyası da 5x formasına gəlib düşəcək. İndi 8 saat, bunlar indi biri doldurur, biri boşaldırsa təbii ki 9x-dən çıxacam 5x-i. Düzdürmü? 8 saat. 8 saat deyirsə uşaqlar, daha doğrusu x-in yerinə artıq mən 8 qoya bilərəm. İndi 8 saat açıq qalsa, birinci boru 9 vur 8, yəni 72 metr kub dolduracaq. Digəri isə 5 vur 8, 40 metr kub su boşaldacaq. Nəticədə 72 çıxılsın 40, yəni 32 metr kub su dolmuş olacaq. İndi bu hovuzun öz həcmi də 50 metr kubdur. Görək bu 32 50-nin neçə faizidir? 32-ni 50-yə bölüb 100 faizə vurarıq. Bu da olacaq neçə? 64 faiz. 30-cu sualda doğru cavab olur 64 faiz. Növbəti 31-ci suala baxaq. 1 ikinci rüblərdən keçir. Uşaqlar, 1 ikinci rüblərdən keçir nə deməkdir? Bu sabit funksiyadır. Ən əsas məsələ sabit funksiyadır. Və B'si sıfırdan böyükdür. 1 üçüncü rüblərdən keçməsi üçün. Ona görə sabit funksiya olması üçün burada x-in əmsalı, yəni a kvadratı çıxılsın 10a plus 16-nın sıfıra bərabər olması lazımdır. Bu vurğulara a çıxılsın 2 vurulsun, a çıxılsın 8 şəklində ayrılır. Köklərimizdən biri 2, bir də 8 olacaq. İndi iki seçim arasında qalırıq, amma bir şərtlə dedim ki, B'si də sıfırdan böyük olmalıdır. A-nın hansı qiymətində 9 çıxılsın a kvadratı ifadəsi sıfırdan böyük olacaq? 2 yoxsa 8? Təbii ki, 2 qiymətində. Ona görə doğru cavabımız olur 31-ci sualda 2. Növbəti 32-ci suala baxaq. Üst 4-cü rüblərdə yerləşir bu dəfədir. Yenə üst 4-cü rüblərdə yerləşirsə sabit funksiya olur. Ona görə x-in əmsalı, yəni a kvadratı çıxılsın 8a üzərinə gəlinsin 15 ifadəsinin sıfıra bərabər olması lazımdır. Bunun da kökləri 3 və 5-dir. Amma digər tərəfdən a kvadratı çıxılsın 16-nın da sıfırdan kiçik olması lazımdır. Çünki 3-cü, 4-cü rüblərdə yerləşirsə, deməli B sıfırdan kiçikdir. Hansı qiymətdə bu sıfırdan kiçik olur? 3 qiymətində. Deməli 32-ci sualda doğru cavabımız olur 3. Növbəti 33-cü suala baxaq. Deyir ki,
M parametrinin ala biləcəyi tam qiymətlərin cəmi tapın. Uşaqlar, burada fikir verin, görürük ki, bu düz xətt x oxunu müsbət istiqamətlə iti bucaq əmələ gətirir. Deməli, bu nə deməkdir? K-mız sıfırdan böyükdür. Ona görə mən 4m çıxılsın m kvadrat, üzərinə gəlinsin 12-ni sıfırdan böyük götürəcəm. Hər tərəfi mənfi 1-ə vursam, m kvadratı çıxılsın 4m çıxılsın 12 sıfırdan kiçik olacaq. Vuruqlara m çıxılsın 6 vurulsun m plus 2 şəklində ayrılır, sıfırdan kiçik. Bunu sıfıra çevirən qiymətlər olur mənfi 2 ilə müsbət 6. İntervallara ayırsaq, 6-dan böyük bir qiymət verəndə müsbət, mənfi, müsbət. Bizə mənfilər lazım deyənə mənfi 2-6 aralığı düşür. Digər tərəfdən B-sinə fikir verin uşaqlar. B-si müsbətdir. Ona görə də biz bunu digər tərəfdən nə etməliyik? Həmin o 10m çıxılsın m kvadratı çıxılsın 16-nı sıfırdan böyük götürməliyik. Hər tərəfi mənfiyə vursam, m kvadrat minus 10m üzərinə gəl 16 sıfırdan kiçik olmalıdır. Bunu sıfıra çevirən qiymətlər 2 və 8-dir. İntervallara ayırsaq, 8-dən böyük qiymət verəndə müsbət, mənfi, müsbət. Bizə mənfilər lazım deyənə 2, 8 olacaq. İndi görək, kəsişməyə hansılar düşür uşaqlar? Bu kəsişməyə düşür 3, 4, 5. 3, 4, 5 düşür. Bizdən bunların cəmini istəyir. 3, 4, 5-in cəmi olur isə 12. 33-cü suala doğru cavabımız 12 olur. 34-cü suala baxaq. Deyir ki, bu bərabərlik ödənərsə f5-i tapın. Gəlin sağ tərəfi silək. Deməli uşaqlar, fx xətti funksiyasıdırsa, onda mən fx-i gəlin götürək belə. Fx bərabərdir kx plus 5 şəklində, düzdürmü? İndi x-in yerinə 3x minus 5 qoyaq. Görək f 3x minus 5 nəyə bərabər olur? Olacaq x-in yerinə 3 qoyanda k vurulsun mötərizədə 3x minus 5 üzərinə gəlinsin b. Və 2x plus 3 qoysaq, olacaq f 2x plus 3 bərabərdir. X-in yerinə 2x plus 3 qoymalıyıq. K vurulsun 2x plus 3 üzərinə gəlinsin b. Bunların cəmi, yəni k vurulsun 3x minus 5 üzərinə gəlinsin b ilə k vurulsun 2x plus 3 üzərinə gəlinsin b-nin cəmi bərabər olacaq 15x üzərinə gəlinsin 12. Sadələşdirsə olacaq 3x, 3kx daha doğrusu 3kx çıxılsın 5k üzərinə gəlinsin b, üzərinə gəlinsin 2kx, üzərinə gəlinsin 3k, üzərinə gəlinsin 5 bərabər olmalıdır 15x üzərinə gəlinsin 12. Bərabərliyin sol tərəfində oxşar toplama islah aparsaq, olur 5kx, üzərinə gəlinsin 2b, çıxılsın 2k, düzdürmü? Bərabər olur nəyə? 12. İndi burada fikir verin uşaqlar. Bizim x-in əmsalı 15 olmalıdır. Yəni burada 5k-mızın bərabərdir nəyə? 15x üzərinə gəlinsin 12. X-in əmsalı, yəni 5k-nı 15 götürəcəm, k-nı tapıram ki 3-dür. Digər tərəfdən 2b minus 2k-nın da 12-yə bərabər olması lazımdır. K-mızı 3 tapdığımıza görə 2b çıxılsın 6 bərabər olur 12-yə. B də bərabər olur 9-a. B nə tapdı? 9. Deməli bizim xətti funksiyamız hansı formaya gəlib düşdü? 3x plus 9 şəklində. F5-i istəyirsə, aparıb x-in yerinə 5 qoyacam, alacaq 3 vur 5, üzərinə gəlinsin 9. Olur cavabımız isə 24. Deməli 34-cü suala doğru cavab oldu 24. Sonuncu 35-ci suala baxaq. Deyir ki, L1 və L2 düz xəttləri qarşılıqlı perpendikular olasa L2 düz xəttinin tənlini yaz. Uşaqlar, gəlin əvvəlcə L1-in tənlini yazaq. L1-in tənlini yazmaq üçün görürəm ki, 2 dənə nöqtə verilib bizə. Deməli, bu xətti funksiyadır. Y bərabərdir kx plus b-dir. Düzdürmü? Burada fikir verin, mənfi 2 verəndə 0 alıb. Ona görə 0 bərabərdir mənfi 2k üzərinə gəlinsin b-yə. Bir bunu alarıq. Bir də 4 verəndə 4 alıb. 4 bərabərdir 4k üzərinə gəlinsin b-yə. Aşağıdan yuxarını çıxsaq, b-lər gedəcək. Olacaq 6k bərabərdir 4-ə. K da bərabər olur 4 bölü 6, yəni 3-də 2. K-nı 3-də 2 tapdıq. K-nı 3-də 2 tapandan sonra indi aparıb yerinə qoyacam. Deməli, mənfi 2 qoyanda K-mız oldu neçə? 3-də 2. Bizim oldu 3-də 2 x üzərinə gəlinsin b formasında. 3-də 2 x üzərinə gəlinsin b. Düz yazdıq. Elə bir ki, aşağıdan yuxarını çıxdıq. Mənfi 6k. Deməli, uşaqlar, iki düz xəttin perpendikular olması üçün onların mütənasilik əmsallarının hasili mənfi 1 olması lazımdır. İndi bizim L1 düz xəttinin K1-i 3-də 2-dirsə, yazam 3-də 2 vurulsun K2 bərabərdir mənfi 1-ə. Buradan K2-mizin mənfi 2-də 3 olduğunu alırıq. Deməli, L2 düz xəttini yazsaq, L2 bərabər olacaq mənfi 2-də 3x üzərinə gəlinsin b. Bu şəkildə olacaq və digər tərəfdən L2 düz xəttdə fikir verin, 4-4 nöqtəsindən keçir. Yəni, x-in yenə 4 qoyub, y-i 4-ə bərabərləşəcəm. Mənfi 2-də 3 vur 4 üzərinə gəl b, bərabər olmalıdır 4-ə.
Burada -6 üzərinə gəlinsin b bərabər olur 4-ə, b də bərabər olur 10-a. Deməli bizim el2 düz xəttimizin tənliyi -2 x üzərinə gəlinsin 10 olacaq. Bu şəkildə. Belə uşaqlar, bugünkü dərsimiz bu qədər. Sizdən istəyim videonu bəyənib kanala abunə olaraq dəstək olmağınızdır. Gələn dərslərdə görüşənədək hələlik sağ olun.